Bismillahirrahmanirrahim. Tövhidin bu qismi ibadətdə tövhiddir. Belə ki, Allahı ibadətdə yeganə bilməliyik və həqiqətən Allah ibadətə layiq olan yeganə şəxsdir, yeganə kimsədir. Bütün peyğəmbərlər yəni bunu təbliğat eləmək üçün çalışmışlar. Allah buyurur ki, insanlar tək bir ümmətidir. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırt etmək üçün. O peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil elədi. Bəqərə surəsi ayə 213. Nəhl surəsinin 36-cı ayəsində buyurur: Biz hər ümmətə Allaha ibadət edin, tağutdan çəkinin deyən peyğəmbər göndərmişik. Bütün müsəlman olan Qur'an ardıcıları Allahdan qeyrisinə ibadəti şirk və tövhiddən çıxmaq, İslamdan çıxmaq bilmişlər. Hər namazda İyyəkə nə'budu və iyyəkə nəstə'in deyərlər. Bütün Qur'an ardıcıları yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik. İbadət haqdır və tövhidin və şirkin necəliyini gəlin Qur'an cəhətdən araşdıraq. Birinci, valideynlər qarşısında təvazö etmək etdə onları Allaha şərik tutmaq deyil. Onların hər ikisinə acıyaraq mərhəmətinə daxil elə. Ey Rəbbim, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi sən də onlara rəhm elə. De. İsra surəsi ayə 24. İkincisi, Allahdan başqasına təşəkkür etmək, şükr etmək də tövhiddən çıxmaq deyil. Mənə və valideyninə şükr elə, buyurur Allah təbarək və təala Loğman surəsi ayə 14. Üçüncüsü, Allahdan başqasına səcdəni təvazö ilə etmək ona ibadət deyildir. Biz mələklərə Adəmə səcdə edin buyurduq. Hamısı səcdə etdi iblisdən başqa. Bəqərə surəsinin 34-cü ayəsində düzdür. Allahdan başqasına səcdə etmək bizim şəriətimizdə haramdır, amma Allahın əmri olduğu halda ki, bunu edin, bu Allahdan başqasına səcdə olsa belə, yəni haram olmaz. Ancaq buradakı mələklər Adəmə səcdə elədilər. Əslində Allahın Adəm kimi bir varlığı yaratdığına görə səcdə Allaha idi. Adəmə də təvazö məqsədi ilə. Üçüncüsü, Allahdan qeyrisindən nə isə xahiş etmək də tövhidlə tam uyğundur. Və Yusuf o iki nəfərdən xilas olacağını bildiyi birinə dedi: Məni öz ağanın yanında yad elə. Lakin şeytan ağasının yanında onu yada salmağı unutturdu. Buna görə də bir neçə il zindanda qaldı. Yusuf surəsi ayə 42. Deməli, Yusuf tövhiddən çıxmamışdı kimdənsə nəysə xahiş edəndə. Dördüncüsü, müqəddəslərin, övliyaların məxsusi şeylərini bərəkət üçün saxlayıb təbərrük etmək də tövhid prinsipi ilə zidd deyil. Beləliklə muştuluqçu gəldi, köynəyi onun üzünə atan kimi onun gözləri açıldı. Yusuf surəsi ayə 96. İndi hədis deyək. Səhih Buxari cild 4 səhifə 27. Peyğəmbərin saçının bir neçəsi onun zövcəsi Ümmü Sələmənin yanında idi. Hər vaxt bir kəsə göz dəyirdisə, bir qab suyu onun Ümmü Sələmənin yanına göndərirdi ki, o tükləri suda islatsın və gözünə xəsarət dəyən şəxs şəfa tapsın. Səhih Müslim, Cihad və Siyar kitabı, hədis 123 isə belə deyir. Əlinin yanına gəldim. Yəni Səlmət ibn Əkva deyir. Əli əleyhissalamın yanına gəldim. Gördüm ki, o şiddətli göz ağrısına məruz qalıb. Onu Peyğəmbərin yanına gətirdim. Həzrət ağzının suyunu onun gözlərinə çəkdi və bayrağı əlinə verdi onun. Beşincisi, Qur'anda Yusufə edilən səcdələr Allaha şirk kimi qiymətləndirilməyibdir. Oxuyaq.
hansı ayələri? Yusuf surəsi ayə 100. Həm 6-cısı B. Allah pisliklərə əmr etməz. Allaha qarşı bilmədiyiniz şey mi deyirsiniz? Ərəf surəsi ayə 28. Kimlər Allaha qarşı bilmədikləri şey deyərlər? Deməli, Allah Adəmə səcdə etməyi əmr eləyəndə pis iş görmüşdü. Yəni, tövhidə qarşı çıxır özü. Yoxsa təşəkkür, valideynə təşəkkürü tövhidə qarşı çıxmaq bilir. Bu da 6-cısı. 7-cisi, ibadət təvazüdən, çağırmaqdan daha yüksəkdə dayanır. Və ancaq Allaha məxsusdur və başqasını Allah bilərək ondan istəmək şirkdir. Qətiyyən şirkdir. Allah bilməyərək istəməyin heç bir maniyəsi yoxdur. Amma ki, Allah tərəfindən güc, qüdrət və təsir etmək gücü verilmiş birindən istəyəsən və cansız şeydən istəməyəsən. Şəfaət gücü verilən birindən istəyəsən. Daşdan, torpaqdan istəməyəsən. Lap belə daşdan, torpaqdan istəsən belə, əgər sən bir şeyi, onu Allah bilmirsənsə bir problemi yoxdur, amma bir növ ağılsızlıq kimi çıxacaqdır. Allah övliyalarının əsl həqiqətləri vəfatlarından sonra üzə çıxır və ölüm insan varlığını məhv eləmir və şirk etmək başqasını Allah bilərək, Tanrı bilərək, onu Allahla bərabərləşdirməkdir. Amma ki, buna ərəb bütpərəsləri cəsarət edirdilər və Allah da onlara müşrik deyirdi. Kiminsə mənə müşrik deməyə haqqı yoxdur Əlidən əleyhissalam istədiyim üçün. Çünki Əlini əleyhissalam Allah bilmirəm, amma şəhiddir və ölü hesab etməməyimi və ağlımın da onun diriliyini dərk etmədiyini Qur'an-ı Kərim buyurmaqdadır. 8-ci, vəfat etmiş övliyaların eşitdiklərini iddia edirəm və Qur'andan da dəlilim vardır. 8-ci, mən arxasında da dururam, deyirəm və qulaq asanlar üçün. Vəfat etmiş övliyaların eşitdiklərini iddia da edirəm və Qur'andan da bu dəlillər var. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən soruş, biz Rəhmandan başqa ibadət olunası tanrılar mı müəyyən etmişik? Zuhruf surəsi ayə 45. Əgər həmin peyğəmbərlər cavab verə bilməyəcəklərsə, Allah Muhammedlə əleyhissalam zarafat eləyir məgər? Ya boş bir şeyi əmr eləyir? İndi oxuyaq bir ayə, Tariq surəsi, ayə 13 və 14. Şübhəsiz, Qur'an şübhəsiz ayıran qəti kəlamdır və əsla boş bir söz və zarafat deyildir. Tariq surəsi, ayə 13 və 14. Deməli, peyğəmbərlər eşidirdilər ki, Allah Peyğəmbər əmr eləyir ki, onlardan soruş. 9-cusu, ancaq Allaha ibadət etmək, ondan başqa tanrı olmadığını Qur'an bəyan eləyir. Ancaq Allaha ibadət eləmək lazım olduğunu, ondan başqa tanrı olmadığını Qur'an bəyan eləyir və inanırıq bizdə və Qur'andakı məsacid Allaha məxsusdur, şübhəsiz. Allahla birgə kimisə çağırmayın. Cin surəsi ayə 18. Məsacid səcdə yerləri mənasını necə deyim? Məsacid səcdə yerləri mənasını ifadə eləyir. Cin surəsi ayə 18-də məsacid Allaha məxsusdur. Allahla birgə kimisə çağırmayın, belə bir ayə var. Həm də məscidlər anlamına gəlir. Ayədə səcdə yerlərinin Allaha xaslığı bildirilibdir. Məscidlərin də. Amma ayədə Allahla yanaşı kimisə çağırmamaq, Allahla yanaşı çağırmamaq üçündür.
Allahdan başqasını ibadət mənasında çağırmağı bəyan edən ayədir bu. Elə cavabı ondan sonraki ayələrdən veririk və həqiqətən o, Allahın bəndəsi Allahı çağırmaq üçün ayağa qalxdıqda az qala bütünlüklə başına tökülüşdülər və 19-cu ayədə deyilir, həqiqətən mən Rəbbimi çağırıram və əsla bir kəsi ona şərik etmərəm. Bu ayələr cahil ərəblərin ibadət məqsədi ilə Allahla birgə ona şərik qoşub, Allahdan müstəqil bilib bütləri səslədikləri zaman və şəraitdə onlar üçün nazil olubdur. Qur'anda hər cür çağırmaq ibadət mənasında işlənməmişdir. Məsələn, Yunus surəsi ayə 106 Allahdan qeyri sənə nə bir xeyir, nə də zərər verə bilən şeyləri çağırma. Çağırma da Allahdan qeyri nə bir zərər, nə də bir xeyir verən şeyləri çağırma sənə. Əgər bir insanı çağırsan, Allahın izni ilə verə bilər sənə bir xeyri ya bir şərri. Amma ibadət mənasında Allahdan başqasını çağırmaq düz deyil. Nuh öz qövmünü çağırdığını deyir Allaha və çağırmaq ayədə Nuh surəsi ayə 5-də dua kəlməsi ilə ifadə edilib və Nuh da qövmünə ibadət etdim demək istəməmişdi. Dua sözü ibadət mənasında deyil. Dua çağırmaq ibadət sitayiş, pərəstiş mənasını verən, qulluq mənasını verən bir sözdür. Mən, ya Rəsulallah deyirəmsə, məlumdur ki, Peyğəmbəri çağırıram və bu da onu Allah, Tanrı bilmək deyil və Allaha şərik etmirəm onun. Elə ay Həsən, ay Mamed deyib çağırmaq müşriklik ola bilməz heç zaman. Ay filan kəs, ya filan kəs deyərək ölü olsun, diri olsun dəxli yoxdur. Yəni, bir kəs əgər yıxılırsan, səni əlindən tutub qaldıra biləcəksə, bunu çağırmağın harası şirkdir? Bilirsən ki, Allahın izni ilə səni oradan tutub qaldıra bilər də. Cin surəsi ayə 18, Yunus surəsi ayə 106, Hud surəsi ayə 101 kimi ayələr ərəb müşriklərinin Allahdan müstəqil bildikləri, Tanrı kimi tanıdıqları şeylərdən istəməkdən onları çəkindirir. Həmin şeylərə ibadət etməkdən çəkindirir. Bunun da Allahın təsir etmə, şəfaət gücü verdiyi Əli əleyhissalam kimi adamdan istəməklə heç bir əlaqəsi yoxdur. Hamımız bilirik ki, Qur'anda hətta küləyə belə təsir etmə gücü verdiyi şəxsi bizə tanıtdırmışdır Allah təbarək və təala və Süleyman üçün küləyi ram etdik. Səba surəsi ayə 12. Əgər Asəf bin Bərxiya Bilqeysin taxtını bir göz qırpımında götürməyi bacardısa, onda aləmlərə rəhmət olan Rəsulullah niyə nəyəsə təsir etmək gücünə malik deyil? Bir halda ki, Allah ona Kövsəri, Qur'anı nazil eləyibdir. Bir halda ki, özü Allahın mələkləri Rəsulullaha, bir halda ki, Allahın özü mələkləri Rəsulullaha salam eləyər və hətta iman gətirənlərə də əmr eləyər. Ona salam göndərin. Son sözüm olsun, onsuz da İslam elmindən başqa nə ilə məşğul olsaq bir yerə gedib çata bilərik. Bir hədis də deyirəm sözümü. Peyğəmbər buyurur ki, hər kəs vəfatımdan sonra mənə salam göndərsə, ona 10 qat artıq mükafat verəcəyəm. Mələklər də ona 10 qat salam göndərərlər. Hər kəs qəbrim yanında mənə salam versə, mən onu eşidər və cavab verərəm. İndi onu deyək ki, Allah təbarək və təala güc verər, hətta
Həzrət Əbəlfəz kimi insanlara Babəl həvaiclik verər, yəni onlardan istəyər Allaha dua eləyərlər, məsələn, şəfa tapmamız üçün Allah da şəfa verər və onların özlərinə müəyyən qüdrətlər veribdir ki, yəni, hər şeyi belə danışa bilmirəm, müəyyən qüdrətlər veribdir hər kəsə Allah təbarək və təala. Ruhun hədislərdə var ki, yardım etmə gücü var. Nə deyək ki, tam insanlara sözümüzü çatdıra bilək. Onu da deyək ki, hər kəs gərək bilsin ki, ərəb müşrikləri ilə şiəni bir tutmaq doğru deyil. Şiə müsəlmandır. Dünən 200 il, 300 il yaranmış məzhəbin gəlib bugün səni tənqid etməsi doğru deyil. 1400 ildir İmam Hüseyin üçün cəmaat ağlayır ki, İmam Hüseyin İslam yaşatdı. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.